Uşaqlar, mənim səsim gəlirsən yenə də. Gəlir müəllimə, gəlir. Okay, əla. İndiyə qədər baxdıqlarımızdan nəsə sual yoxdur. Xeyr, sual yoxdur. Okay, əla. Bir o qədər çətin bir tool deyil. Özünüz də elə ən sonda biz bunu qurtaranda bir dənə reportu tam vizuallaşdıranda görəcəksiniz ki, yəni çox da çətin bir şey deyil. Deməli mən nə edəcəm indi? Bir dənə yeni blank açıram. Buradan gedirəm text faylıma. Raw datama. Buradan customer datasetimi gətirirəm. Datasetimi gətirəndə artıq burada mənim datasetim açıldı. Biz müəyyən belə deyək, kolumların içindəki value'larda eləyə biləcəyimiz əməliyyatlara baxacaq sırayla. Ən biri baxacağımız mətn məlumatlarıdır. Biz burada transforma keçid eləyəndə burada fikir versəz, text kolum var. Bunlar müəyyən bir əməliyyatları belə deyək, icra edirlər ki, biz bunların köməkliyi ilə müəyyən bir şeylərə baxa bilərik. Bir saniyə, mənim ekranım. Okay. Burada fikir versəz, ekstraktda müəyyən hissələr var və biz bayaqları bunun birinə baxmış olduq ki, bu nələri icra edir. Bizdə burada split column var. Bu nə üçündür? Biz split column vasitəsilə mətnlərimizi müəyyən bir meyara görə ayıra bilirik. Ola bilsin. Bu Excel-də bilirsiniz nəyə oxşayır? Text to column var. Onu seçəndə orada biz müəyyən hissələrə, məsələn, CSV faylını oxuyanda hər şey bir faylda olur, içində bir neçə dənə data olur. Biz onları məsələn ayırmaq istəyiriksə fərqli sütunlara istifadə edirik. Burada da yəni eyni məntiqdir. Bizdə burada format var. Bu nədir? Fikir verirsiniz. Excel-lə Word oxşayır. Biz bunları seçəndə içindəki value'lar məsələn hamısı balaca olsun, böyük olsun, ilk hərfləri böyük olsun, bu kimi funksiyaları icra edə bilirik. Ekstraktda istifadə edərək bayaq gördünüz də, orada biz məsəl üçün last xarakteri ekstrakt edə bilərik, first ekstrakt edə bilərik və yaxud da delimiterdən əvvəl, delimiterdə isə başqa bir hər hansısa bir işarədirsə, ondan əvvəlki və yaxud da sonraki ona qədərkiləri ayırmaq üçün istifadə edə bilərik. Və biz müəyyən qədər ondan sonra indi bunun üçün bir dənə nümunəyə baxaq ki, bu text kolumların üzərində biz nələri icra edirik və bu transform içindəki olan text kolumları birə-bir add kolumun içində də var. Bunu da fərqli dedik ki, bu nə üçündür? Add kolum eləyəndə bu elədiyimiz əməliyyatlar başqa bir kolumda yaranır. Transformda isə cari kolumun üzərində biz dəyişiklikləri icra eləmiş oluruq. İndi biz bir dənə nümunəyə baxaq, bizə daha belə aydın olsun ki, biz ümumiyyətlə hal-hazırda nə etməyə çalışırıq. Deməli, bizim burada cədvəlimiz var. Biz burada bu datasetimizdə bir dənə prefix kolum var. Fikir verirsiniz, bu prefix nədir? Bu dataset xarici datasetdir deyə içindəki məlumatlarda. Orada məsələn bizdə necə xanım bəy indi bizdə yazılmır, amma məsələn ingilislərdə Mrs var, Miss var. Bunlar mütləq şəkildə olur. Məsələn biz bu hissədə nə edə bilərik? Mən bunu seçirəm.
Ət kolum hissəsinə gəlirəm. Burada bu həmin mənim üçün text tool olan hissəmdə format formatı klikləyirəm və formatı klikləyəndə mən məsələn Capitalize each word-ü seçə bilərəm. Sonda bir yeni sütun yaranır. Fikir verirsiniz, ancaq ilk hərfi böyük olmuş olur, digərləri isə kiçik olmuş olur. Ondan sonra biz belə deyim, bunu burada elə görmüş oluruq. Eynilə mən bura qayıdıb prefiks sütununu seçsəm, onu seçəndən sonra Transform tabında da eyni əməliyyatı icra eləyə bilərəm. Bunu icra eləyəndə artıq fikir verirsiniz, bu burada dəyişmiş olur. Digərində isə belə deyim, bu bizdə yeni kolum yarandı, amma burada seçəndə isə elə kolumun öz içindəki məlumatlar burada dəyişmiş oldu. Ondan Müəllimə sonra necə necə? olurdu yeni kolum yarandı? Bunu Çünki bildiyim digər. biz bunu kolumu seçəndə Transform tabından baxdıq buna. Transform Hə, bir də tabının add için column tam. Hə, add bilirəm. kolum eləyəndə yeni kolum yaradır. Transform içindəki əməliyyatlar isə cari kolumun öz içində dəyişikliklər Okay. eləyir. Yeni bir kolum yaratmır. Amma ümumiyyətlə məsləhət görülür ki, və təcrübə onu göstərir ki, həmişə nəsə bir əməliyyat eləyəndə, indi məsəl üçün biz sadə кейslərə baxırıq da ki, bunları necə istifadə edə bilərik. Amma məsəl üçün biz növbəti dərslərimizdə DAX-lar falan yaradanda, burada ümumiyyətlə həmişə tövsiyə olunur ki, yeni kolum yaradıb orada əməliyyatları icra eləyək. Uzağı bizə həmin əməliyyat lazım olması yeni kolum, yaratdığımız kolumu gəlib buradan X-layıb üzərindən yəni remove edə bilərik. Bundan sonra biz nə edə bilərik? Biz istəyə bilərik ki, first name-dən last name-də hər ancaq adın birinci hərfi böyük olsun, digərləri kiçik olsun. İkisini də bir arada da eləyə bilərik, ayrı-ayrı da eləyə bilərik. Bir yerdə eləmək üçün nə edirik? Biz shift-lə hansı kolumları istəyiriksə, o kolumları seçirik. Ondan sonra gedirik formata və bunu seçirik və görürük ki, ikisində də ancaq birinci hərfləri böyük saxladı, digər hərfləri də kiçik saxlamış oldu. Məsələn, biz indi məsəl üçün mən bu sizə dediklərimlə bir yerdə sizə bir dənə sual verirəm ki, görüm nə dərəcədə başa düşmüşük bunu. Mən dəyişdim bunları, düzdür? Mən indi istəyirəm ki, mən bir dənə yeni kolum yaradım. O kolumda birinci prefix olsun, sonra first name olsun, sonra da last name olsun. Mən həmin kolumun da adına deyim ki, full name. Bunun üçün nə etməliyəm sizcə? On kal. Yox. Ət kolumdan. Yes, onun üçün nə etməliyəm? Birinci shift-lə bu 3 dənə kolumumu seçirəm. Ondan sonra gedirəm add koluma. Add Index kolumda kolum. Merge, Yox, merge kolum. merge columns. yes, merge kolumu seçirəm və merge kolumu seçəndə mənim üçün bir pəncərə açılacaq. Burada fikir verirsiniz, separator var. Yəni nə ilə aralansın. Təbii ki, biz full name istəyiriksə space seçməliyik ki, arada bir boşluq olsun və burada new column name var. Burada da ad verə bilərik, yanında da ad verə bilərik. Amma mən istəyirəm ki, indi ad verim. İndi ona deyirəm ki, full name. Düz yazdım, yox. Hə. OK vururam. Fikir verirsiniz, bir yenilənmə gedir, onu hiss edirik və gəlirik ən sona. Burada görürsünüz full name var. Biz bu istəsək full name-i əvvələ də gətirə bilərik. Onun üçün nə edirik? Sadəcə bir dənə bunu klikləyib belə sürüşdürürsən. Harda dayanmasını istəyirsənsə, orada da saxlayırsan, dayanmış olur. İndi mən bu klaviatura öyrəşməmişəm, əlimdə mouse da yoxdur. Lap əvvələ biraz gec gətirirəm. Siz hansı əvvələ istəyirsinizsə, məsələn gətirib bura qoya bilərsiniz. Ki bu funksiyalardan istifadə edib bunu da belə bir əməliyyatları eləyə bilirik ümumiyyətlə. İndi mən burada nə etməliyəm? Bunu yadda saxlamaq istəyirəmsə, gəlirəm Home-a, Close Apply eləyirəm. Elədiyim dəyişiklikləri artıq yadda saxlayıram. İndi bu məlumatları əldə edəndən sonra ki, yəni biz belə bir əməliyyatları icra edə bilərik. İndi biz bunun üzərindən başqa bir dənə nümunəyə baxacağıq ki, məsələn, bizdən istəyir ki,
biz müştəri məlumatlarına gedək. Orada bizim email kolumuz var. Həmin kolumlarda domenlərə əsasən onların harda olduğunu daha yaxşı başa düşək. Bir növ kəsəcəyik, domenlərini götürəcəyik və bunun üçün yəni biz bir email ünvanı sütununu götürməliyik, kopyalamalıyıq. Orada bir domen adı deyə bir kolum yaratmalıyıq. O kolumu yaradandan da sonra artıq onun üzərində müəyyən əməliyyatları icra etməliyik. Bunun üçün nə edirik? Mən bu customer datama geri qayıtmaq üçün Power Query-sinə edit query edirəm. Burada mən yadımdan çıxıb bunun adını qısaltmamışam. Siz də demirsiniz ki, ay müəllimə, bu adı qısaldım burada. Mən bunu belə saxladım. Burada nə edirəm artıq? Email adresi olmalıdır burada. Gedirəm onu axtarıram. Email adresi. Mən nə edirəm? Email adresində bu sütunun eynisini yaratmaq üçün email adresini seçirəm, sağ düyməni klikləyirəm. Sağ düyməni klikləyəndən sonra duplicate column eləyirəm. Mənə kolumun kopyasını yaradır. Burada fikir verirsiniz. Və orada mənə tapşırığımda deyirdi ki, bunun adını dəyiş, qoy domen. Mən bunun adını dəyişirəm, qoyuram domen. Ondan sonra mən nə edirəm? Mənə orada deyirdi ki, işarəsindən əvvəlki mətni sil. Bunu da silmək üçün mən nə etməliyəm? İşarəsindən əvvəli silmək üçün. Ya transformla eləyə bilərəm, ya add kolumla. Artıq add kolumda eləməyimə ehtiyac yoxdur. Çünki mən artıq bunu yaratmışam. Bunun üzərində əməliyyat icra edəcəm də. Burada gəlirəm transform datama və burada mənim bir ekstraktım var idi. Və bu ekstraktda gələndə artıq buradan mən text after delimiter seçirəm. Və ayrıcı olaraq, indi orada məndə ayrıcı istəyəcəkdə, bunun yerinə işarəsi yazıram. Və işarəsini yazdıqdan sonra OK vururam. Burada fikir verirsiniz, işarəsini sildi. Sadəcə həmin, belə deyək, mailin domenini saxlamış oldu. Sonra biz müəyyən bir, belə deyim, sonluqları da silə bilərik ki də, tam adı görmüş, Adventure Tree Work-ü görmüş olaq. Bunun üçün də nə edirik? Yenə mən bunu seçirəm. Gəlirəm ekstraktıma. Burada artıq before-u seçirəm. Before-un burada həmin elə bir delimiter olaraq nöqtə yazıram və OK edirəm. Burada fikir verirsiniz, .com idi, heç koma ehtiyac yox idi. Elə nöqtə yazmağın kifayət elədi ki, ondan əvvəli saxlasın və sonunu silmiş olsun. Məsələn, indi istəyirəmsə ki, burada hər birinin ilk hərfini böyük yazım. Onda nə etməliyəm? Mən bunu seçirəm. Bayaq mən bir şey öyrəndim axı. Formata gedəndə capitalize each word edə bilərəm. Burada da artıq hər bir ilk hərfini böyük görmüş olacağam. Və bu icra elədiyim əməliyyatları mən yadda saxlamaq istəyirəmsə nə edirəm? Gedirəm Home-a, Close Apply edirəm və Close Apply edəndə artıq mənim bütün icra elədiyim əməliyyatlarım yadda qalmış olacaq. Biz tekstlə bağlı bir-iki hissəyə baxdıqdan sonra bizim artıq indi baxmalıyıq rəqəmlərlə bağlı olan hissələrimizə ki, biz rəqəmlərlə hansı əməliyyatları eləyə bilərik ki, bu məsəl üçün dakslara qədər olan hissədir. Dakslarda artıq biz funksiyalar yazacaq, kodlar yazacaq, nələrsə əldə edəcəyik, amma ona qədər də biz sadə hissələrimizi də bilməliyik. Tekstə baxandan sonra bizim ikinci ən böyük hissəmiz gəlir ki, rəqəmlərlə bağlı olan, yəni numerical tool olan hissəmiz. Biz yenə bunu görə bilməyimiz üçün Power Query editorumuza qayıtmalıyıq ki, orada bilək ki, hansı tablar var və o tabları görə bilək. Mən transforma girəndə, burada fikir verdiniz, number column var. Və orada mənə hansılar göstərir? Statistik göstərir, standart var və müəyyən rounding var, trigonometriya var, müəyyən bir riyazi, belə deyək, numberla bağlı olan məsələlər var. Burada ümumiyyətlə bizdə statistikanın içində məlumatlarımız var. Məsələn, burada bir dənə fikir verin. Customer key data tipini göstərib ki, bu mətindir. Mətin deyil, axı mən baxıram ki, buradakı mənim bütün datalarım rəqəmdir. Ona görə mən bunu full number edirəm. Və o
ondan sonra bunu seçəndə fikir verdiniz, number call-umu aktivləşdir. Niyə? Çünki bunun data tipinə görədir. Mən burada dayananda o görürsüz passivləşir bir çox hissəsi. Burada dayananda artıq mən bunun içindəki məlumatları görəcəm. Bunlar nə edir? Burada olanlar daha doğrusu nədir? Sum cəmdir, minimum, maksimum, median, average, standart deviation. Bunlar bizə Python-dan, bəziləri Python-dan, bəziləri də SQL-dən tanışdır. Burada count values və count distinct values var. Bu nədir? Count value ümumiyyətlə dəyəri sayır. Yəni bunun içində nə qədər dəyər var? Yəni SQL-də select count ulduz from x table yazırdıq. Həmin count bu countdur. Count distinct values neyini? Fərqli dəyərləri sayır. Mən məsələn hər hansısa bir datada duplicate olub olmadığını görmək istəyirəmsə, count distinct verib, ümumi row sayına, həmin row sayına baxa bilərəm. Orada biləcəm ki, bu mənim duplicate deyil və yaxud da nə qədər distinct dəyər var, bunu bilmək istəyirəmsə, ona baxa bilərəm. Standartda nə var? Və bunlar görürsünüz nədir? Riyazi hesablamalarda toplama, vurma, çıxma, bölmə, tam bölmə, qalıq bölmə, faiz, nisbət faizi. Scientist'in içində biraz riyazi hesablamalar var, qüvvət var, bu kvadrata yüksəltməkdir, loqaritmadır, yəni bu kimi əməliyyatlardır. Trigonometriya öz trigonometrik hissələrdir. Və burada informasiya hissəsində şey var ki, məsəl üçün cüt ədəddir, tək ədəddir, rəqəm işarəsidir. Roundingdə bizim bildiyimiz necə round məsələsidir, o var. Round up bir sonrakına qədər, rounddan da bir əvvəlkinə qədər. Roundun özündə seçəndə bizə pəncərə açılır və orada artıq qeyd edirik ki, nə qədər, yəni vergilə qədər nə qədərini bizim üçün saxlamış olsun. Bu kimi кейslər var, amma biz təbii ki, bunların çoxunu istifadə eləmirik. Onlar istifadə edə bilərsiniz. Harda, hansı ki, sizin vizual düzəltdiyiniz şey çox belə riyazi bir şey olsa, hər an nəsə olsa ki, bunlara ehtiyacınız var orada və onda istifadə edə bilərsiniz. Amma ümumi belə daha çox biz, yəni vurma, çıxma, median, yəni bu kimi кейslərdən daha çox istifadə edirik. İndi biz bu riyazi əməliyyatlardan necə istifadə edək? Bununla bağlı bir nümunəyə baxaq və müəyyən bir bu funksiyalardan istifadə edək ki, bunlar necə işləyir. Bunun üçün biz bu customer'dır. Gedək bir dənə product datamız var idi bizim. Bunu gətirək, çünki burada product price olan var, riyazi əməliyyatlar orada icra eləmək olar. Artıq gəldi. Mən bunun adını qısaldırım. Və görürəm buradakı produkt məhsulunu. Mən burada orta məhsul qiyməti nə qədərdir sualına cavab vermək üçün nə etməliyəm? Orta məhsul qiyməti nə deməkdir? Average deməkdir də. Mən burada list price sütunum var. Yəni baxaq. Həmin belə deyək sütuna. Bu elə product price'dır. Mən product price sütununda dayanıram. Burada onun orta dəyərini bilmək istəyirəmsə, transform datasına gedirəm və burada artıq standartda average seçirəm. Burada gəlir ki, mənə average nə qədərdir. Yəni minimumun, maksimumu nə isə bilmək istəyirəmsə, artıq oradan baxa bilərəm ki, hansını belə deyim, mən götürə bilərəm və ona uyğun da məlumatlarımı əldə edirəm. Ondan sonra məsələn biz nə qədər rəng sayı var tapmaq istəyiriksə, burada color sütunu var idi. Bu color sütununda dayanıram və transform datama keçirəm. Və orada count distinct values var. Bunu seçəndə görürsünüz 10 dənə göstərir. Yəni bizim
10 dənə fərqli rəngimiz var deməli, deməkdir bu. Sonra biz məsələn fərqli müştərilərin sayını tapmaq istəyiriksə, nə etməliyik? Mən customer lookup cədvəlinə gedirəm və orada biz nə edirik? Mən fərqli müştəri sayımı tapmaq istəyirəmsə, bu customer key nədir? Müştərilərin ID-sidir, müştəriləri unique edən dəyərdir. Mən burada dayanıram və burada bayaq görürsünüz, bu mətin tipli idi. Biz ona görə onu keçirdik ki, onun üzərində riyazi əməliyyatlara baxa bilək. Və mən burada bunu seçirəm. Burada da yenə bir saniyə transforma keçirəm. Transformda statistikada count listing value edirəm. Number'a çevirə bilmir. Çünki data tipi ilə bağlı problemi var. Gəlin əvvəlki tipinə qaytaraq. Data tipi düz değildi. Düzgün dax. Deyil. Gəl əvvəlkisinə qaytaraq. Əvvəl bu tip idi. İndi hesablayır. Ola bilər ki, datasetin içində nəsə simvolik olaraq bir şey var ki, onu çevirə bilmir. Özü yəqin elə ona görə də string dəymiş. Çünki datasetlər bu bilirsiniz nə yaxşı. Keçən dəfə mənim kompüterimdə açan dataset sizdə açmır deyə. Burada məsəl üçün görürəm ki, mən 18152 dənə fərqli müştərim var. Ondan sonra məsələn mən maksimum illik gəlir tapmaq istəyirəmsə, nə etməliyəm? Mən illik gəlir olan kolumuma getməliyəm və həmin kolumu seçib transform data-da, statistikada maksimumu seçməliyəm. Minimum nə tapmaq istəyirəmsə, minimumu eləməliyəm. Və bu kimi məlumatları əldə edəndən sonra, yenə də nəsə bir dəyişiklik eləmişəmsə, bunu yadda saxlamaq istəyirəmsə, nə edirəm? Mütləq şəkildə close apply edirəm ki, orada bu məlumatları görmüş olaq və biraz gözləyirik ki, bunlar dəyişsin və burada görünsün. Müəyyən qədər riyazilərə baxdıq. Bir dənə təzədən qayıdaq həmin Power Query editora. Və burada fikir versəz, transforma keçim. Biz textdən əməliyyat edilmiş əsas caselərə baxdıq. Mən buradakı əsas caselərə baxdıq. Ondan sonra burada gəlir bizdə date və time məsələsi. Və date time məsələsində bizdə nə var? Burada görək harda il var. Date ilə bağlı başqa bir cədvəl açacağım. Sadəcə burada bir il varsa ona baxardıq. Burada il yoxdur. Bunun üçün görə kalendar şeyini açaq. Ona qədər, yəni sizə nəyə göstərmək istəyirəm? Bizdə date time-da ayda sadədir. Məsələn, orada bizdə müəyyən bu burada açmır. Ən yaxşısı ona görə şey deyəm. Biz bir dənə kalendar cədvəlim var mənim. Ona gedək ki, oradan başa düşək ki, orada nələr var. Mənim kalendarım və bu kalendarı açıram burada. Adımızı buradan qısaldırıq. Mənim bir kalendar deyə datasetim var. Orada bir dənə cəmli kolum var. Niyə bir dənə kolum var? Çünki biz onun üzərində müəyyən əməliyyatlar eləyəcəyik. Transform data-da dayananda burada görürsünüz. Age var, date onu var, year var, month var, quarter var, week var, day var. Bunlar sizə nəyə xatırladır? Kvartal, month, year. Python'da necə ekstrakt eləyirdik? Month çıxardırdıq, kvartalı çıxardırdıq. Power BI-də də müəyyən qədər belə bir funksiyaları icra eləmək olur. Biz bunun üçün müəyyən bir, belə deyim, əlimizdə hal-hazırda bizim bir dənə date kolumuz var. Biz indi istəyirik ki, məsələn, bu datedən sadəcə istifadə eləyək
və istifadə elədiyimiz bu date'in sayəsində başqa bir kolum yaradaq. Orada məsəl üçün day'lərin adı olsun, start of work week olsun, start of month olsun və month'un name olsun. Məsələn, bu kimi əməliyyatları icra eləmək üçün biz bu date funksiyalarından müəyyən qədər istifadə etməyi bacarmalıyıq və bunun üçün nə edirik? İlk öncə, yəni əvvəl öyrəndiyimiz bir stepdir ki, biz əgər istəyiriksə ki, yeni bir kolum yaradaq, yəni elədiyimiz əməliyyat yeni bir kolumda olsun, tək şəkildə o kolumu seçib add kolumda gedib bu əməliyyatları icra etməliyik. Və biz burada add koluna keçəndə artıq datamızı gətirmişik, kalendar date'imizi. Burada transform tabı ilə add column hissəsindəkilərdə onu başa düşdük ki, transformun içində elədiklərimiz bizim hansı məlumatlardır ki, cari kolumun dəyişikliklərini edir, amma yeni kolum yaratmaq istəyirsə, add kolumda eyni funksiyaları yerinə yetirməliyik. Bizdə məsələn, biz nəyə baxa bilərik transformda? Kolumun içində. Burada date time kolumun özündə bizdə bunu seçəndə burada bizdə early və latest var. Bunu seçəndə göstərir ki, ilk yəni bu datasının içindəki ilk nə vaxtdır? Latest-də göstərəndə də ən son tarix nə vaxtdır bizə onu göstərmiş olur. Sonra mən keçirəm add column tabında nə edəcəm? From date time var. Burada mən bunu seçirəm, date'imə gedirəm və bunu date hissəsini seçəndə mən buradan day seçirəm. Və day seçəndə görürsünüz, burada seçimlər var. Day, day of week, day of year, start of day, end of day, name of day. Mən nə edirəm? Mən istəyirəm ki, bu 01.01.2020-dir. O günün birincisidir, mənə Monday yazsın. Ona görə name of day seçirəm. Burada görürsünüz, belə açılır. Və burada fikir verirsiniz, Azərbaycan dilində açıldı. Bu nədən asılıdır? Mənim o bayaq dediyim Windows'un location olaraq bizim locationdadır deyə. Ona görə elə göstərdi və bir də fikir verirsiniz, 01.01.2020-nin yəni hansı gün olduğunu göstərir burada bizə. Və mən burada bunu sadəcə elə adını belə də saxlaya bilərəm. Ondan sonra mən məsələn hansı week seçimi, yəni həftənin həftə neçənisindən başlayır bunu bilməyim üçün yenə bunu seçirəm, add column seçirəm, date-ə gedirəm və week-də dayanıram. Burada start of week seçirəm. Və burada fikir verirsiniz, bu deyir ki, sənin 01.01.2020-ci il tarixində olan günün hansı çərşənbə günündə sənin həftən başlayıb 30-12-2019-dan. Biz də yəni bunu avtomatik bir funksiyonallıqdır. Bunu seçərək bunu görmüş oluruq. Və biz normalda belə bir şey var əslində. Fikir versəz, dekabr 31-dəndir də. 30-31-dir. Biz məsəl üçün istəyirik ki, bizdə belə deyim, tarix olaraq birinci gündən yəni başlasın həftə. Onda bir dənə nə edə bilərik? Burada insert start of week var, düzdür? Burada ayarlar üzərinə daxil olanda burada görürsünüz formula kolmu tabı açılır. Biz bura sadəcə vergül qoyub yazır, yoxsa mənə elə gəlir. Vergül qoyub bir yazsaq, əlavə etsək, həftənin başlandığı günün birinci gün olduğunu elə bir yadında saxlayır ki, yəni bu birinci gündəndir. Adətən məsəl üçün bunu niyə eləyirlər? Bizdə indi olmur, amma məsəl üçün ingilislərdə bəzən o bazar günü birinci gün kimi dəyişir axı Excel-in özündə falan. Fikir versəz, Excel-də elə bir date problemi var, sırf Monday ilə bağlı. O kimi кейsi görəndə həll eləmək üçün oradan ona bir yaza bilərik ki, həftənin birinci gününü Monday-dən başlamış olsun. Və sonra biz istəyiriksə ki,
Həmin bu həmin ayın ilk ayı neçəsindən başlayır onu görmək üçün də yenə sadəcə bunu seçirik. Gedirik add kolumda date-ə, month-a və buradan start of month seçirik. Burada da bizə göstərir ki, onsuz da məntiqən də bilirik ki, 01.01.2020 il ayın 1-idir. Bax fikir versəz burada. Ayın düz 31-nə qədər bizə göstərir ki, bu 01.01, yəni 2020-dir. Bu yəni bir ay ərzində göstərir ki, hansı tarixdə dayansaq. Yəni bu ayın ilk birinci günü məsələn hansı gündür. Ondan sonra bizdə kvartal var. Kvartal yadınızdadır. Pythonda keçmişdik ki, ildə 4 dənə bizdə kvartal var. Burada da kvartalı bilmək istəyiriksə, ki, kvartal neçəsindən başlayıb. Burada da elə start of kvartal seçib, burada da baxa bilərik ki, kvartalın ilki hardan başlayır. Bir dənə də indi sizə bir case deyim. Məsələn, biz date'in lokal tiplərində dəyişiklik edə bilərik və bunu necə dəyişirik? Biz hər hansısa bir datanın üzərində dayananda hər hansısa bir məsələn bunun burada using location var. Bura keçəndə bizdə bir pəncərə açılır. Bu pəncərədə datanın tipi date'dir. Burada görürsünüz locate Azərbaycandır. Mən burada məsəl üçün English United States seçsəm, datamın tipi dəyişəcək həmin şeyə. Orada məsəl üçün slash'də olacaq. Buradan ona uyğun olaraq dəyişə bilərik. Bəzən elə olur ki, məsələn biz nəyisə istəyirik ki, düzəliş eləyək və yaxud da məsələn datalar fərqli olur, bir də kompüterlər fərqlidir də. Orada data ilə bağlı problem yaşayırıq ki, sırf yəni bu datanın date tarixləri nöqtə olması, slash olması, onda local data-da datanın location'ını dəyişə bilərik və ondan sonra həmin o standarta uyğun olaraq bizdə dəyişmiş olacaq. Bu date ilə bağlı da bir dənə məsələn tapşırıq eləyək özümüz üçün. Başa düşək ki, bu necə işləyir. Biz elə kalendar sütunumuzda, data setimizdə qalaq. Burada biz gördük start of month eləmişdik. Burada tarix olaraq göstərir, amma biz istəyiriksə ki, həmin ay ad olaraq bizə göstərsin. Onda nə edəcəyik? Yenə dayanırıq bunun üzərində. Add column hissəsinə gedirik ki, biz istəyirik yeni kolum yaransın da. Buradan date'də, month'da sadəcə name of month'ı seçirik. Burada fikir verirsiniz, yanvar seçdik. Biz artıq başqa əməliyyatda bilirik axı. İstəyiriksə ki, burada hər ilk hərfi belə deyək, böyük olsun. Burada belə də seçə bilərik ki, bizim üçün belə yazmış olsun. Məsələn, əvvəldə öyrəndiyimiz məlumatla burada datamızı daha gözəl vəziyyətə gətirmiş olduq. Məsələn, biz istəyə bilərik ki, month'ı sütun kimi görək. Ki, yəni məsələn, mənim ayım yanvar olmasın 1 olsun. Yəni birinci aydır. Bunun üçün nə edirəm? Mən yenə qayıdıram date'ə. Burada date'i seçirəm, month'ı seçirəm və mən burada sadəcə month'ı seçirəm. Burada fikir versiniz birlər oldu. Yəni onu rəqəm olaraq göstərdi. Biz burada məsəl üçün illə də bağlı istəsək ki, bizim datamızda start of year-lə başlasın. Eynilə orada da year-i gedib startını seçə bilərik. Bu kimi əməliyyatları icra edə bilərik. Bundan sonra əslində bizim bu dərslə bağlı kiçik bir hissəmiz qalıb. Mən təklif edirəm ki, biz 4-cü ya 5-ci gün sizlə bir dəfə də görüşək. Orada digər dərsin kiçik bir hissəsi var bundan sonraki. Həm onu, həm də burada qalan kiçik bir hissəni bir yerdə keçək. Bir də inşallah bazar günü daksları necə yaradırıq onu keçərik ki, üst-üstə düşməsin. Çünki çox informasiya verəndə biraz beyində də məlumat qarışmış olur. Olar müəllim, olar. Problemi yoxdur. Mən yenə də sizə bu dərsin öz faylını göndərəcəm. Biz bugün indekslərə qədər baxdıq.
Burada mən bütün stepləri necə eləmişəmsə, bütün addımlarını orada yazmışam ki, step 1 nə edirsən, gedirsən məsələn transform tabına, orada nəyi seçirsən, nə edirsən, siz də datasetləri göndərmişdim səhv eləmirəmsə sizə. Həm dərsin videosuna baxıb, həm də bu fayla baxıb bir-bir özünüz də icra edə bilərsiniz. Hətta istəsəz növbəti dərs də elə bu dərsin içindədir, burada qalan kiçik bir hissədə. Bu 44 səhifəlik bir fayldır. Mən 30 səhifəsinə qədər sizə izah elədim. O sondakı çox kiçik hissədir. Onu da gələn dəfə eləyəcəm. İstəsəz məlumat olaraq ona da baxa bilərsiniz. Nəsə də sual olsa, həmişə qrupda verə bilərsiniz. İndi sizdə də alınırsa 4-cü gün biz saat 8-də görüşərik. Bundan sonra da bir kiçik dərsimiz var. Data modelin yaradılması. Həm ona baxarıq, həm də bugünkü qalan kiçik hissəyə. Olar müəllim, olar. Problem yoxdur. O zaman da gecəniz xeyrə. Oldu, sağ olun müəllim, sağ olun. Teşekkürler. Sağ olun. Sağ olun.